Ürək çaşmazlığın, sadə dildə desək, ürəyimizin zəifləməyini necə bilə bilərik? Ən vacib 5 əlamətini sayacağam. Xüsusən də uzun müddət yüksək təzyiqi, şəkəri olan xəstələrdə. Bu əlamətlər hansılardır? İlk növbədə hərəkət zamanı tez yorulmadır. Bəzi insanlar var, bir az hərəkət edən kimi yorulur və təngi nəfəs olur. Bu ürəyin zəifliyinin, ürək çaşmazlığının əlamətidir. İkinci yerdə sidik ifrazının azalması durur. Çünki uzun müddət yüksək təzyiq və şəkəri olan insanlar sidiyə tez-tez gedir. Amma təzyiq normaya endikdə, şəkər normaya endikdə artıq ürək zəifliyib və ürəyin zəifləmə əsasında arterial təzyiq aşağı düşüb və böyrəklər yüksək təzyiqə adaptasiya olunub. Aşağı təzyiqlə sidik yarada bilmir və bir növ sidiyin miqdarının azalması baş verir. Uzanan zaman bu xəstələrdə nəfəs darlığı olur. Adətən ürək çaşmazlığı olan insanlar uzananda nəfəs darlığı olur və oturaraq daha rahat olurlar. Dördüncü əlamət yatan zaman yuxudan boğularaq ayılmaq. Gecənin müəyyən saatlarında yuxudan boğularaq ayılmaq ürək çaşmazlığı olan xəstələrin əsas göstəricilərindən biridir, xüsusən də yaşlı insanlarda və ətraflarda ödəm. Artıq ayaqlarda, ətraflarda ödəmlər yaranmağa başlayır. Ürək çaşmazlığını biz necə bilə bilərik? Əgər bu əlamətlərdən hər hansı biri və bir neçəsi varsa, kardioloq müayinəsi, ürəyin kardioqramı və exo kardioqramı olunması məsləhətdir.